Bu gün sizinlə baxacağıq mətnlərlə tələbələrdə çaşqınlıq yaradan sual növlərindən bir neçəsinə. İlk sualımız budur. Avtomobil istehsalı üzrə konsernin keçirdiyi müşavirədə 4 mühəndisdən A, B, C və D hər biri 2 layihə təqdim etdi. Mikroavtobus və avtomobil layihəsi. Gəlin qeydiyyat aparaq. Deməli, birinci layihəmiz mikroavtobusdur. Digər layihəmiz də avtomobildir. Və burada iştirak edənlər A, B, C, D, həmçinin A, B, C, D bu şəkildə. Yenə qeyd edirik A, B, C, D və A, B, C, D. Aha, davam edirik. Müşavirənin gedişində onlar layihələrlə daha yaxından tanış olmaq üçün layihə mübadiləsi aparmaq qərarına gəldilər. Nəticədə onların hər birinə həmkarlarından birinin mikroavtobus layihəsi, digərinin isə avtomobil layihəsi düşdü. Deməli, hər birinə digərinin layihəsi düşübsə, məsələn, mikroavtobus layihəsində A-ya özünün layihəsi düşə bilməz, B-yə özünün layihəsi düşə bilməz, sonra C-yə özününkü və D-yə özününkü düşə bilməz. Eyni zamanda avtomobil layihəsində də A-ya öz layihəsi düşə bilməz, B-yə də, C-yə də özününki düşməz, D-yə də özününki düşə bilməz. A-ya o mühəndisin təqdim etdiyi mikroavtobus layihəsi düşdü ki, həmin mühəndisin avtomobil layihəsi ilə B tanış olur. Bu zaman B-nin mikroavtobus layihəsini öyrənən mühəndis həm də A-nın avtomobil layihəsini nəzərdən keçirir. Burada dəqiq bir məlumat odur ki, C-yə D-nin avtomobil layihəsi düşüb. Baxın, C-yə D-nin avtomobil layihəsi düşübsə, digərlərinə düşə bilməz. Qayıdıraq digər iki cümləmizə. Mütləq ki, onlardan bir hissə tapacağıq və məsələnin şərtində bizdən D-yə kimlərin mikroavtobus və avtomobil layihəsinin düşdüyünü istəyir. A-ya o mühəndisin təqdim etdiyi mikroavtobus layihəsi düşdü ki, deməli A-ya hansı mühəndisin mikroavtobus layihəsi düşübsə, həmin mühəndisin avtomobil layihəsi ilə B tanış olub. Deməli, B-nin tanış olduğu avtomobil layihəsi A ola bilməz. Dedik axı, A özünün mikroavtobus layihəsini nəzərdən keçirə bilmir. Bax, bu cümlədə deyir ki, A-ya o mühəndisin təqdim etdiyi mikroavtobus layihəsi düşdü ki, həmin mühəndisin avtomobil layihəsi ilə B tanış olur. Deməli, A avtomatik oyundan çıxır. O zaman B-yə C-nin avtomobil layihəsi düşəcək. Baxın, bu şəkildə B-yə C-nin avtomobil layihəsi düşəcək. A-ya düşəcək B-nin avtomobil layihəsi, D-yə düşəcək A-nın avtomobil layihəsi. Deməli, baxı variantlara D-yə düşdü A-nın avtomobil layihəsi, qaldıq iki variant arasında. Aha, bizə deyir ki, A-ya o mühəndisin təqdim etdiyi mikroavtobus layihəsi düşüb ki, həmin mühəndisin avtomobil layihəsi ilə B tanış olurdu. İndi baxaq görək, B kimin avtomobil layihəsi ilə tanış olub, C-nin avtomobil layihəsi ilə tanış olubsa, onda A-nın da C-nin də layihəsi A-ya düşüb. C-nin də layihəsi düşdü A-ya. Baxın, bu şəkildə qeyd etdik. Aha, bu şəkildə qeyd etdik. Aha, növbəti cümləyə baxaq. Bu zaman B-nin mikroavtobus layihəsini öyrənən mühəndis həm də A-nın avtomobil layihəsini nəzərdən keçirir. Görə elə A-nın avtomobil layihəsini nəzərdən keçirən kimdir? Cümləmizi bir daha nəzərə yetirək. Bizə deyir ki, bu zaman B-nin mikroavtobus layihəsini öyrənən mühəndis həm də A-nın avtomobil layihəsini nəzərdən yetirir. Baxaq görə elə A-nın avtomobil nəzəriyyəsi kimə düşüb? D-yə düşür. O zaman belə çıxır ki, D-yə həm də B-nin mikroavtobus nəzəriyyəsi düşəcək. Baxın, D-yə düşəcək B-nin mikroavtobus nəzəriyyəsi. O zaman D-yə düşəcək A-nın avtomobili, B-nin isə mikroavtobus layihəsi. Bu qədər. Keçək növbəti izaha. Gül sərgisində 4 bağban A, S, R və N görüşüblər. Cədvəldə qeyd etmişəm. Onlar öz aralarında gül və güllərin toxum nümunələrini bir-birinə verirlər. Nəticədə onların hər birinə həmkarlarından birinin gülləri, digərinin isə toxumları düşür. Mən bunları bu şəkildə ayıraq. Cədvəldə qurmuşam. Lakin deyək ki, bu hissə bizdə olsun. Gül verən hissə. Bu hissə də olsun qəbul edən hissə. Tutaq ki, əgər bura plus qoymuşamsa tutaq ki, eğer gülünü A-ya verir. Bu mənaya gəlir. Həmçinin toxumlar üçün də bu qanun keçərlidir. Bu qayda keçərlidir.
Digər şərtləri oxuyaq. Aya düşən toxumlar öz güllərini erə verən bağbanındır. Bu zaman erin toxumları o bağbana düşüb ki, həm də A'nın güllərini götürüb, Eynə S'in gülləri düşüb. Deməli, Eynə S'in gülləri düşübsə, deməli S gülünü verib Eynə. S gülünü verib Eynə. Bu şəkildə qeyd edək. Həmçinin dedik ki, A özü-özünə gül verə bilməz, S özünə gül verə bilməz. Həmçinin erdə öz-özünə gül verə bilməz. Toxumlar üçün də bu qayda keçərlidir. Bu şəkildə qeyd edirik. Gəlin növbəti hissəyə baxaq. Daha doğrusu ötürdüyümüz qaydaları yenidən baxaq. Bizdən sonda istəyəcək S-ə kimin gülləri və toxumları düşür. A-ya düşən toxumlar öz güllərini erə verən bağbanındır. Burada nəticəyə gəlirik ki, A erə gül verməyib. Baxın, A'ya düşən toxumlar öz güllərini erə verən bağbanındır. O zaman A erə gül verməyib. Verməyib. Amma bura plus qoysaq, deməli N də güllərini erə verir. Baxın, bu şəkildə olacaq. O zaman əgər burada boş qalan yeri doldursaq, o zaman eğer gülünü verib A'ya bu şəkildə, A da gülünü verib S-ə. Bizdən S istəyirdi də, deyək ki, S-ə nə düşüb? Deməli, A-nın gülləri düşüb. A-nın gülləri ya A variantı olacaq, ya da D variantı. Bu variantlarla işimizi bitirdik. Digər cümləmizi keçək. Erin toxumları, bir də ki, burada bir qayda, bir şey qeyd etməliydik. A'ya düşən, birinci cümlə ilə bağlı. A'ya düşən toxumlar öz güllərini erə verən bağbanındır. Buradan da nəticəyə gəlirik ki, er toxumlarını A'ya verməyib. Baxın, bu nəticəyə gəlirik. Erin toxumları A'da deyil. Digər cümləmizi keçək. Erin toxumları, yenə burada məsələn üçün bu toxumlarını verən hissədir. Bu da qəbul edəniz. Qəbul edənizsə, aha, erin toxumları o bağbana düşüb ki, həm də A-nın güllərini götürüb. Görə elə A gülünü kimə verib? A gülünü verib S-ə. Düzdür? A güllərini verdi S-ə. Erin toxumları da onda düşüb S-ə. Er toxumunu kimə verib? Er toxumunu verib S-ə. Baxın, bu şəkildə cədvəlimizi doldurduq. Er toxumlarını verdi S-ə. Bax, belə. Erin toxumları düşdü S-ə. Həm də A-nın güllərini götürüb, bizdən nə soruşurdu? Kimin gülləri və kimin toxumları düşüb? Eğer toxumunu verib S-ə. Baxın, eğer toxumunu verib S. Bu hissəni də tapdım. Deməli, S-ə A-nın gülləri düşüb, S-ə erin toxumları düşüb. Cavabımız olacaq C variantı. Qeyd edim ki, bu İki sualın hər biri 2008-ci il qəbul suallardır və hələ də bu tip suallardan qəbula düşür. Odur ki, izləməyinizi məsləhət görürəm. İzlədikdən sonra yenidən özünüz praktika eləsəniz, sizin üçün daha yaxşı olar. Hər birinizə uğurlar arzulayıram. Növbəti video izahlarda görüşək.